Salam, hər vaxtınız xeyir olsun. Hörmətli tələbələr, bugünkü dərsimizdə mən sizə gəmi gövdə konstruksiyası fənnindən Middelspann-Godun çəkilməsi deməli cizgisinin tərtibatı ilə sizi tanış edəcəm. Bunu necə tərtib etmək lazımdır? Necə deməli işarələri qoymaq lazımdır? Ondan sizi tanış edəcəm. Öncə bax bu formatdan danışaq. Format bax burada göstərilir A3 vuraq 4. Bu nə deməkdir? Deməli A3-ün ölçüsü deməli 420-nin belə 297-nin 420-yə olmalıdır. Deməli, əgər burada vurursan, 4-ə vurursasa, deməli 4 dəfə ondan deməli uzunluğu böyük olmalıdır. İndi baxırıq bunun ölçüsü, ölçüsünə baxırıq burada. Deməli, bax buradan götürürük, bax buradan götürülür. Burada 20 mm olmalıdır. İndi görək burada miqyası nə qədər götürülür burada. Bax 500'dür burada. Deməli 500 əgər götürüləsə 20 olmalıdır burada. 20 olması 1'in 25'ədir burada. Bax 1'in 25'ədir miqyas. Nəzəri cizgidir bu. Bunu deməli burada səhv yazmışıq. Yazaq burada Middelspann-God. Belə, Middelspann-God quru yük gəmisinindir. Verilənləri əsas ölçülər, hesablanmış uzunluq, buna konstruktiv uzunluq deyirlər. 99,2 metrə iləndir. Bax, metrə burada göstərilir. Deməli, eni, KVL-ə düşən en, KVL də bilirsiniz də, deməli, konstruktiv vaterliniya. Bax, burada konstruktiv vaterliniya budur. Burada da asatqanı yazırıq, suya oturumu. Burada rus dilində işləmişik. Ona görə də KVL-T. Bunu yazırıq belə KVL. KVL. Bunu da yazırıq KVL böyüklə. Deməli, burada yazırıq KVL. Deməli, bunu silirik. Konstruktiv vaterliniyadə yazıram da suya oturun. Şimdi bunu bax burada mən vurdum, yerini dəyişdi. İndi bunu bax belə TKVL. Ondan biraz o tərəfə çəkə bilərik. Bax belə. Tamam, mən yenə sildim deyəsən bunu. Vururam, ondan üstəki silməkdir. Bax burada bastırır. Birimi istit eləməliyim mən bunu. Çəkirəm bura. Sonra isə bax bunu elə işarə edirəm. Bax bunu vururam, sağ tərəfə uzadıram. Gəlir düşür bura. Bax belə. Deməli bu xətt, bax bu xətt KVL xəttidir. KVL nədir? Konstruktiv vaterliniya. Yəni gəminin tam çəki ilə suya oturumudur. Bax bu hissədir. Bunu bütün tələbələr bilməlidir. Deməli gəmi tam yüklə, yükü tutaq ki, quru yük gəmisidir də bu. Bu quru yük gəmisidir. Deməli bax burada yük deməli bölməsidir bura, yük doldururlar bura. Dolanda ən maksimal yükdə bax bura qədər oturmalıdır. Bundan artıq olmaz. İcazə verilmir oturmağa. Boşaldıranda burada aşağı ola bilər. Bax bura düşə bilər aşağı. Bunu ballasla doldururlar. Amma bundan yuxarı ola bilməz. Artıq ola bilməz. Bura düşən endir.
Bax, NKVL, N 14,7 metrədir. İndi bax, burada götürürük, burada miqyasınandır. Deməli, bax, buradan, buradan bura qədər olandır, bax. Bax, budur. Bura qədər olan məsafədir, bax, belə. İndi bura baxırıq, burada nə qədərdir? 15,5 orada, 499. 15,4'dür burada. Biraz balaca 14,7'dir. Balaca orada xəta vermiş. Biraz aralamış o da. Baba buradan aralana baxı bu. İndi bura baxırıq ölçünü. Bunu ona görə aralı şey eləmişik ki, orada ölçülər qoyulur. Bax 800'dür. Görürsünüz. 800 çıxanda 15'də orada elə gəlir 15, 14, 17 eləyir. Ya gətirib birləşdirməliyik biz. Baba bu ortada birləşdirməliyik bunu. Deməli bax bu vertikal, deməli kildi. Bu horizontal kil var burada 14 vuraq 980 burada yazılıb. Bax görürsünüz buradan bura birləşməlidir bu. Bax bura birləşməli, buralar birləşməlidir. Bu da üst-üstə düşməlidir. Görürsünüz bu yer boş qalır, bunu burada bərkidirlər. Deməli bu kildir. Bax bu kil gəlir düşür bax bura. Birləşilməlidir bunun üstündə. Deməli bunun hündürlüyü bax 1000'dir. 1 metrədir. Bax bu deməli 2 qat dibin. Bunlar florlardır. Florun ölçüsü bax burada verilməyibdir. Onun ölçüləri də elə vacib deyil. Amma bax burada verilib görürsünüz bu skula deməli bortun skula hissəsində burada bax bu əyilən hissəsində burada 250'dir Deməli 500 yarım metrə diametrindədir bax bu deşik. Bu da flordur. Buna skula floru deyirlər. Bax burada isə dip floru deyirlər. İndi bura baxırıq. Bax bunu həmişə mən təkrar edirəm. Şpanqot 82-ci şpanqot, bu da 83-cü şpanqotdur. Karmaya baxanda. Deməli burundan dururuq. Bax biz durduğumuz yer deməli burun hissəsindən karmaya baxırıq. Ya belə yazırlar bunu. Burundan karmaya. Ya da yazır ki buruna baxanda. Karmadan arxa tərəfindən durub, deməli midelin arxa tərəfindən durub gəminin buruna baxırsınız. Bax indi görürsünüz burada şpanqot 82'dir. Burada 83'dür. Deməli buruna gedəndə baxanda, bu da karmaya baxanda. Deməli 82'dən sonra 83 gəlir. Şpanqot. İndi bunu kəsəndə bax belə kəsirik. 1/4 kəsik verəndə buna mən sizə göstərmişəm. Deməli orada bir dip hissəsinə düşür su keçirən flor. Belə dip su keçirən dip deməli bir hissəsi su keçirməyən. Bax bu dip hissəsi. Görürsünüz burada sərtlik elementləridir. Bunlar qaynağın işarəsidir. Bax burada ölçüdür bu. Bax belə ölçü göstərilir. Qaynaq isə bax belə göstərilir. Bir tərəfli. Bax burada nömrələr qoyublar. N2. Burada məsəl üçün bax burada M1. Görürsünüz bax bu hissəsində M1 yazılıb. Sonra indi burada cədvəl qururlar buna. Burada deyirlər buna qaynaq cədvəli. Bax bu stringerdir. Görürsünüz. Stringerdən deməli bu da sərtlik elementidir. Palasa bulbadır. Deməli adi palasa bulbadır. Qeyri-simmetrik. Simmetrik palasa bulbalar onlar aydındır ki bu güzlü qaydasını keçməlidir bu tərəfə. Hər iki tərəfə deməli olur bu formada. Bu deməli dəqiq deməli 1'in 25'i olan miqyasda verilir. Görürsünüz burada da ölçülər, radiusun ölçüləri göstərilir. Nə cür göstərilməlidir? Bax bunu sizə mən göstərirəm burada. Bu gözəl işlənmiş cizgidə. Burada görürsünüz bax burada deməli bortdur. Bort gəlir buradan çıxıntı verir yuxarı. Adətən 100 mm olmalıdır orada. İndi burada 1'in görə orada 25'e böləndə 4'e böləndə indi nə qədər eləyirsə bax. Görürsünüz bax burada 98 100'dür. 1'in 1'e eləyibdir bunu. 1'in 1'e eləyibdir amma
Miqyası qoy 1-in 25-ə. Çap eləyəndə 1-in 25-ə. 98,8 götürdü. Yəni deməli 99-100 olmalıdır bu. 100 götürülür. Baba bu palasa bulba 14'lüktür. Bunu hesabatla sizi kurs işinizdə hesabatla bax oradan tapırsınız. Bunun qalınlığına görə də onun markasıdır. Bax 14A. İndi orada baxarsınız ölçüləri bax bunun 1'ə 1 olmalıdır. Bax buradan götürürsünüz deməli bax buradan 14 mm olmalıdır bax bura. 61 göstərir burada. Görürsünüz burada kiçikdir də. Deməli onu vuranda burada 140 olmalıdır. 25'e vuranda 6'da götəndə 30, 6'da bir 12, 140 təqribi burada verildi ama bəzi yerlərdə düzdür, dəqiqdir. Baba burada məsələn. Burada 16'lıqdır. Bax görürsünüz işarələr verildi 16'lıq götürübdür burada palasa bulba. Bax burada itif bu. Bax bunu gətirib orada bərpa eləməklə. Kopyanı. Bax bunu. Biz səni işarə edirik. Aparıb qoyuruq ora. Bax kapravat. Bax buradan götürürəm, aparıram. Qoyuram bax bura. Bax bura gördünüz. Deməli indi baxırıq bunun ölçüsünə. Bu da gəldi düşdü artı bura. Priveska gətirdi bunu. Saldı. Deməli bax burada ölçürük burada. Buradan bura qədər olan ölçü. 61. Bu da 61 götürüldü. 16'dır. 160 olmalıdır. Bu ondan kiçik olmadı ama deməli blok da eləyirik gətirib qoymaq olar. Əsas odur ki bunun en kəsiyi belə bu formada olmalıdır. Götürüb bunu qoyublar burada da. İndi vacib deyil ki o dəqiq olsun ölçüləri. Amma 16'lıq bilirsən ki 160 onun hündürlüyüdür. Deməli baba burada 1000 götürübdü. İndi buradan götürüb buradan ölçəndə burada deməli baxaq görə 1000 görürsüz 1001'dir. O biraz ola bilsin qaçdı buradan götürdük. 1000'dir. Bəzi yerlərdə indi o elə vacib deyil. Üstündə ölçünü qoyursunuzsa o bəs eləyər. 580. Bax orada görürsüz bax burada bu ölçülər bax buradan hardan hara olursa deməli bu standart vərəqlərə görə, polad vərəqlərə görə götürülür. Qostlarla məsələn harda gətirib birləşməlidir o ölçülərlə bax burada verirlər ki bax bu ölçülərlə bunlar qoyulub qaynaq olunmalıdır. Bax burada ölçülərlə qoyulur bax bunlar. Bax deməli palasa bulbalar. Sərtlik elementi qoyurlar bax 600 belə gedir 600. Sonra da bəzi yerlərdə bax görsən bax burada eni buradan bax ümumi eni buradan bura götürülür. Portdan porta bax buradan bura qədər olur. Dediyim kimi orada 15,5 burada götürülür bax 14,7'dir. Yani buradan ama o KVL'e düşen yerdir. Yani konstruktiv bateriliğine baba buradan olan yerdir. Bura düz gəlir. Bura düz gəlir. Deməli sonra bu işləmə qayda. İndi baxırıq burada qaynaq cədvəlinə. Bax görürsüz qostla götürülür standartla. Qost 14771 götürülür. 1 bu şovun qaynaq şovunun nömrəsidir. 1. Bax bir budur. Aşağıda bax burada göstərilir. Bax 1. Bax bu qaynaq şovu bax burada 1 ilə edib. 1 nədir? Qostu burada. Katetin göstərir. Katet bax görürsüz 10'luq. Deməli 10 katet. Katet bilirsiniz də uşaqlar indi tələbələr bilir ki üçbucaqda katet olur. Bax bu katetdir. Bunlar katet 2 dənə. Bax bunların ölçüsüdür 10 mm, 10 mm də belə. Sonra bax bunlar 10'luqdur. Görürsünüz 10 gəlir. Bura 20 gəlir 4. İndi 4 nömrəli qaynaqda indi baxaq görək 4 hardadır. Burada 3 burada bax göstərilib N1 N3 N4 yoxdur burada. İndi baxaq görək N4 harda verir. N4'ü
qaynağın katetini verir. Onlar bilsin ki burada şeyde o. N6 bacasız M5 sonra nömrə 3 5'e baxarıq. Bax bu 5 M5 bax burada görürsünüz burada deməli planşirin bax bu dirəyinə bu fashportun dik olan hissəsinə bax bu bura dirəyidir bu. Stoykası deyirlər bu üstündə. Deməli burada olan bax bu qaynaqdır. Bax bura olur qaynaq. Onu götürüb M5 ilə bax kost 20'likdir. Görürsünüz 20'dir bu. Deməli bura möhkəm, bura qalan olur kateti bax. Söhbət ona gəlir. Bax bu hissəsi görürsünüz, bax burada boş qoyurlar. Buradan deməli korroziya uğrayan yerlərdir. Bu da deməli ondan ötəri də burada dəlik kimi belə qoyurlar. Qoy bunu mən eləyim qara. Ya da göy eləyək onu. Göy eləyək burada. Bax bu rəngi. Ben görüm o rengi hardan tapıb. Bak buradan. Bir bak bu renk. Deməli bu hissəsi görsün bir dəlik olur. Deməli bu palasa bulbanın keçməyi üçün belə yarıq olur burada. Buradan qaynaq olan yerləri bura bu hissəsinə düşür. Bax bura qaynaq olan hissəsi. Bura dəlik olur beləcə. Ki keçsin, rahat keçsin. Hər iki tərəfdən də qaynaq olur. Sonra burada götürülür bax bunu. Bunu götürüb 1/4'e o böyüklükdür ki burada rahat görünsün. Bu hissələri rahat göstərmək mümkün olsun. Görsün gəl burada birləşir M1 ilə. Deməli qaynaq olunur burada bura. Bunlar sərtlik elementləridir. Deməli o buradadır. Bax bunun içində bax görürsünüz. Burada da burada götürübdür A 1/4'e böyüdür. İndi mən burada burada olmalıdır kəsik A. Burada olmalıdır A. Bu balacadır. Buna o gedir mən bunu götürürüm, kopya edirəm, burada da silərəm. Copyright. Bunu mən ortanı çıxıram. Bu hissədədir. Bax belə. Burada olmalıdır. Mən indi bunu miqyası redaktə edirəm, çıxardıram oradan. Bunu. Ki A bilinsin ki buradadır. Bu görünüşü buradır. Bak kəsik verib, A'dan da çıxardıb burada 1/4'e böyüdür. 1/4'e böyüdür. Onu mən apardım ora, kapravat elədim amma o gitmə, şey eləmədi. Dala qaytarırıq bunu. Bak burada. Bunu mən kopya elədim. Bak kapravat elədim onu. Bu ölgüsü bak burada aparı yapışdırır ora. Ona görə də privaskandan çıxmaq lazımdır. Bak belə. Apardı oraya yapışdırdı. Ona görə də mən orada gördüm ki yoxa çıxıb orada. Bak qoyduq bura. Bunu mən redaktə edirəm. Bunu da silirəm. Bu A görünüşüdür. Bu qopartma üsulü deyirlər buna. Belə qopardı burada. Deməli bu hissəni, bu dairənin içinə düşən hissəsini bax gətir bura, qoyub bura. İndi baxır bura nə düşür? Bax görürsünüz bu qabırğa düşür. Sonra düşür bu palasa bulba. Sonra bu dib hissəsi düşür. Bax bura. Görürsünüz bu da N2, N3, N2 ilə burada nömrə ilə də qaynağın nömrəsidir. 2 ilə qaynaq olub buralardan. Bax görürsünüz bu hissəsi. Burada belə düşməlidir, bax belə. Burada gücü qaydası ilə onu ortasından tutur. Ortasını tutmaq olur, ona görə ki, mən bunu keçirmişəm. Onun ortası da düşmür. İndi ona görə də kontrol düyməsini basırıq. 2 dənə nöqtənin arasını, bax, bura ilə buranı. Bax, bura. Eləyirik, bunu gətiririk, qoyuruq, bax, bura. Onu mən belə eləməliyəm, bax, belə. Net. İkisi də düşdü. Bax, belə. İndi gəlir bura baxırıq.
Bax görürsünüz, bax ikisi də buradadır. Gəldi düşdü bura. Deməli, həmin hissəni qopardırıq. Bax belə içinə. Bax belə. Bunu yumru da çəkmək olardı. Mərkəzi tapsaydıq yumru belə çəkərdik. Bunun kimi çıxardardıq. Bax belə. Bu kəsik verir. Burada göstərir. Böyük. Siz də göstərməlisiniz. Bax bu qaydada. 14 mm-dir. Bax bunun qalınlığı. Bu iki qat dibin deməli ayaq altının. Bax o deməli örtüyünün qalınlığıdır. Baxaq görək bunun ölçüsü nə qədərdir burada. İndi bax buradan 1-in 4-ü olmalıdır. 4-ə bölməliyik. Bax 64-dür. 64. Böyüdür. 1-in 4-ə. İndi burada yazır 1-in 4-ə. Miqyasda böyük kiçildəndə onu olmalıdır 1-in 4-ə. 14 mm isə 4-ə böləndə 3 mm olmalıdır burada. Ancaq burada isə bax burada görünür ki bu əksinə 64'tür. Altta deməli 4 5 dəfə eləyəndə 60 eləyir. Təqribən 5 dəfə böyüdülüb bu. Bu ölçü böyüdülür. Bax 5 dəfə buna böyüdülür. Bura gətirib qoyub. Amma burada 1-in 25-ədir. Deməli miqyası bunu götürəndə listə bax burada. Bunu bax mən dərslərim var. Mən şey eləmişəm. Bax belə eləyəndə, çap eləyəndə, bax belə. Çap eləyəndə bax burada qoysan buradan 1-in deməli 25-ə. 25'e bak. 20 var burada. Olmayanı əlavə eləyirsən bura. Sanki bax məsələn 1-in 20'ye. Belə eləyirsən, bax görsən bax bu qədər böyük. Deməli bu qədər hələ böyütmək lazımdır. Burada görsən bu balacadır. Çünki niyə görə bu belədir? Çünki bunun formatı kiçikdir. Bu A4 formatındadır. Bax. Ona görə bax belə olur, belə düşür. Mən sizə onu deyəcəm ki, bunu nətər gətirib şəkil formasında deməli Word-də çap eləmək lazımdır. Bax bu formada düşməlidir. Bax belə. Ona görə mən deyirəm ki, bunu gərək götürmək lazımdır A3 formatında. A3 formatında ki, bax bu böyük olsun, hündür olsun, belə yaxşı görsənsin. İndi bunu saxlanıt eləyəndə, onda gərək bax burada götürəndə çapa verəndə, bax belə. Mən məsəl üçün bunu qoyuram, bax 1-in 100'ə. Bax indi 1-in 100'ə qoyaq bunu. Bax görürsünüz, yenə də böyükdür. Deməli 1-in 100'ə qoyduq. Yenə də böyük olur. Ona görə də bu formatı böyütmək lazımdır. Onu mən göstərmişəm sizə. Nə cür eləmək lazımdır. Ya modeldən götürmək, ya listə eləmək. Listə eləsə yaxşıdır. Çünki burada dəqiq ölçüləri dəqiq, real ölçüyə yaxın edir. Bax belə. İndi mən sizə buranın tərtibatını deyim. Bax burada yazısı 1-ci Azərbaycan Dövlət Dəniz Akademiyası Gəmi Qayırma və Gəmi Təmiri Kafedrası tire ilə, bax arada bax belə tire ilə yazmaq lazımdır. Sonra qruppanın nömrəsi 104 adı, indi burada 104'dür, sizdə 103 olmalıdır. Burada 103 olmalıdır. O birisi Gəmi Qayırma rəsm xətində eləmişəm, buradan gətirib qoymuşam, tərcümə yəni ki, Azərbaycan dilində oldu. Deməli, burada 100A, sonra burada bu Gəmi Qayırma rəsm xətti yazmalısınız burada fənnin adını. Onda burada eləyək bunu, bu olur gəmi gövdə konstruksiyası. Bax, gəmi gövdə konstruksiyası belə olur. Bunu da silirik. İndi bu axırıncı nədir? Onu da deyim. Axırıncı deməli 1-ci işdir. Tutaq ki, bax kurs işidir. Yəni burada hərflə də yaza bilərik. O bizim özümüzdən asılıdır. Şərtidir bu. Bax burada yazırıq kurs işi. Bax belə kurs işi. Bu da
sizin deməli kimə aiddir? Onun deməli jurnalda ya da Empro'da olan sıra sayıdır. 01, 02, 03 belə gedir. Sonra 10-cu adam 10 yazır bura, 11 belə içinə davam edir. Burada Azərbaycan dilində olmalıdır tərtibat. Və burada Azərbaycan dilində olmalıdır. O da deməli nə cür olur? Bax, indi onu mən deyim sizə. Orada biz həmişə rus dilində eləyirdik. Bu çap formasında burada rus dilində olur. Burada İzmirini olmalıdır. Burada yəni ölçüdür. Ölçü, vərəq, sənət nömrə, imza, tarix. Və belə olmalıdır burada. İşlədi. Tələbə öz familiyasını yazır, soyadını yazır, adını. Yoxladı, müəllim, deməli soyadı, adı. Texniki nəzarəti yoxdur, bura boş qoyuruq. Təsdiq etdiyi kafedra müdürü. Burada familiyası, soyadı ya da doğrusu yazılır. Və tarix, imza bu kurs işini qəbul edən tarixdə burada yazılır. Tərtibat belə olmalıdır. Bir dənə vərəqdir, vərəq 1, vərəqlərdə 1. Sonra burada gəmi qayrıma və gəmi təmiri kafedrası. Burada bunu yazılır. İşin də adı Mideşbanqotdur. Belə gedir. Fənnin adı gəmi gövdə konstruksiyası. Bax, belə tərtib edirsiniz. Bunu da gətirsiz, qoyursunuz bura. Burada da həmin şeydir. Tərsinə yazılır burada. Sadəcə. Bax, burada mən indi bunu redaktə eləyəndə belə çönür, belə düşür bura. Səməcədə 103A olmalıdır burada. Onu dediyim kimi, burada da deməli olmalıdır. Bax, burada gəmi gövdə konstruksiyası. Gövdə konstruksiyası. İndi bu yerləşməyəcək ora. 0 deməli 01 burada yazdıq. Bunu elə 01 eləyək. Bunu da orada da eləyək ki, burada həm də yerləşsin ora. Burada da yazmışdıq kurs işi. Burada qala da bilər belə. Ancaq elə aydın məsələdir ki, kurs işidir də bu. Bunun izahat vərəqində kurs işi yazılır. Deməli, burada onda da bunu da çıxardıq buradan ki, yerləşsin. 01, 02 belə deməli sıra sayıdır. Tələbənin sıra sayı. Bax belə. Sonra indi burada nə qaldı bir dənə də onu deyim. Burada verilənlər. Bax, hesablanmış uzunluqdur. Ona deyirlər konstruktiv uzunluq 99,2 metrinə. Eni 14,7 metrə. Bortun hündürlüyü 5,9. Nəzəri şpasiya, yəni şpanqotlar arasında olan hesablanmış məsafə 600 olmalıdır millimetr. Yəni 0,6 metrə. Registr sinifi belə işarə olunur. Bu quru yük gəmisidir. KM L2 belə bu formada da olmalıdır. Beləncə. Sonra gövdənin materialı polad vərəqdən, gəmi qayrıma polad markası, gəmi qayrıma deməli registrov stal deyirlər. Registr poladı. Registrov stal. Belə markası belədir. 32 möhkəmlikli həddidir bu. GOST 5521-86. Sonra profillər. Profillər prakat. Bunun texnoloji istehsal deməli formasıdır bunun. Gəmi qayrıma poladı, marka da budur. RSA, genə registrov stal A32, GOS 5521-86. Bax, belə tərtib olunmalıdır. Sonra burada nə göstərilir? Burada göstərilir bortun hündürlüyü. Bax, bu bortun hündürlüyü budur. Bax, bura qədərdir. Deməli, bax, budur. 5000, burada göstərilir, bax, bura qədər.
Bax, göyərtəyə qədər 5,9 metr. Bax, burada deməli dibdən bax, burada əsas müstəvidir, bax bura. Deməli, düz bax bura qədər, deməli göyərtəyə qədər. Göyərtə görürsünüz nə formada gəlir. 2 dərəcəyə yaxın olmalıdır. Oradan da belə də dərəcəni də göstərə bilərsiniz. Adətən bu buradan bura qədər olan bu məsafəni göstərilir. Nəzəri cizgidə də bax burada da bax bunu göstərir. Görürsünüz. Bax bu hissədə. Bax bu hissədə bunu göstərir. Bunu da çıxardıb bax burada göstərir. Görürsünüz. Deməli 294 mm. İndi bu bucağına baxıq mailliyinə. Bu sizə aidiyyəti yoxdur bunun. Ancaq buradan bura qədər olar. Bu görsənmir, buradan götürək. Bax buradan. Bundan bunu. Baxaq. Deməli 2 dərəcə gördünüz. Burada 294 millimetr verir. Fərqi bax burayla bu hündürlüyünə bu ara maillikdir. Maillik dərəcəsidir. Onu keçirik metrə. Deməli, bax burada da onun kimi gəlir. Bax belə gəlir maillik. Həmin gəmidir. Bunun deməli Middelspann-Gottunun konstruktiv elementləridir. Bax sərtlik elementləridir. Bu stringerdir, bord stringeri. Bax belə də qalın da eləməlisiniz. Bunun qalınlığına baxaq. Bu usuna vuranda bax burada götürək. Bax bunu. Görsünüz bax burada qalır. İndi baxırıq onun qalınlığına görə nə qədər götürür. 0,5 götürməli. Siz götürün 0,5 mən deyirəm bax bunu. Deməli 0,5. Bura əsas xəttlər. Burada isə bax bu içərisə bunlar isə adi xəttlərlə edirsiniz. Bax burada görün. Bax burada qaynaq hardan olur. Bax belə. Belə sizə mən bunu göstərdim. Bax burada görürsünüz 600 bölür. Bu qoyulmadır. Deməli, bu qaydada deməli ayaq altının altında olur bu sərtlik elementidir. Deməli 2 qat dibin. Bu da sərtlik elementidir. Bu ara kəsmənin sərtlik elementidir, qabırğalarıdır. Bax bu. Qabırğa da deyə bilərsiniz. Orada bax buradan üstündə bu qaynaq olunur belə. Ki buna möhkəmlik, deformasiyaya qarşı deməli möhkəmlik verir. Burada ölçülər 600'dür, görürsünüz. İndi bunların istiqamətlərinə baxırıq. Bax, istiqamətlər bir tərəfə verirsiniz. Bax, buranı deyirəm mən. Bax, bu hissəni. Bu əyər hissəni. Bax, burada da görürsünüz bir tərəfə gedir. Aşağıda da bir tərəfə gedir. Bundan eyni istiqamət. İndi bu tərəfə baxırıq, bu əks tərəf olmalıdır. Görürsünüz, burada əks tərəf olur. Bu deməli, o dəlik göstərir, boşluqdur bura. Qaynaq olunur buradan, görürsünüz, buradan göstərilir, qaynaq olunur. Buradan qaynaq olunur, qaynağı göstərir. Bir də buradan, bax, buradan qaynaq olunur. Bura qaynaq olunur. Qaynaq olunan yerlər. Burada nə qaldı bir də? Baxın, skula. Bax, burada görürsünüz, bu qalınlığı verir. Bax, belə qalınlıqları belə vermək lazımdır. Göstərmək lazımdır. Bu ara kəsmənin, uskuların, bax bu polad vərəqinin qalınlığıdır. S10'dur. İndi baxırıq bura. Bax bura baxırıq. Burada da verməlidir kilin qalınlığı. Bax burada S10. Görürsünüz, bax burada verir. Gəl bu buna aiddir o. Bax bura, bu vertikal kilə. İndi baxırıq buna, horizontal kilə. Bax buna. Görə bu da burada qalınlıq verməlidir. Burada göstərməlidir. Bu ondan biraz qalın olur. Bax, bu hissə, görürsünüz, 980. Deməli, o da göstərməlidir. Əgər bu, sanki 10'dursa, bu 14 ola bilər. Qaynağı burada göstərdik, bax, burada qaynaq olan yerlər. S14 qalın olmalıdır ona. Sizdə hesabatda var. Gəmi gövdə konstruksiyasında hesabatlar var. Florlar, bax bunu. Əgər birini çəkilsəsə burada ölçü verilməyib. Götürür, əgər siz götürüb onu çəkirsinizsə, hamısını eyni formada çəkməlisiniz.
Bax, bunları eyni formada ölçü verməyə də bilərsiniz. Ancaq burada bu verəsiniz, bax buna. Bu skulada olan, deməli, bax bu florum, bu dəliyi, bax bu yarım metrədir burada. 200 radius götürüb 250 mm. Sonra bax bunun mərkəzindən bura qədər də yarım metrədir. Mərkəzdə yerləşir bu. Yəni, burada da göstərmək lazımdır. Bu əsas müstəvidir. Bax bunu mən rus dilində yazmışam. Onu yazmalıyıq. Burada əsas müstəvi. Əsas müstəvi. Belə. İndi o tərəfdə də olmalıdır. Burada bax. Burada. Burada. Burada yazırıq əsas müstəvi. Bu qədər. Mən deyirəm ki, yəqin ki, siz əsas bax, bu işarələrdir, bax, diametral müstəvidir bura, bax, görsün diametral. Bu, eyni, deyə bilərsiniz, bir də çaşarsınız, deyərsiniz ki, məsələn, diametral müstəvi birdən olmalıdır. Mən bayaqlarım dedim, baxın, bunu aralamışıq, bax, buradan ara vermişik. Ona görə də iki yerdə göstərmişik. Bu şpanqot 82-dir, bu 83-dür. Onun fərqini göstərməkdən ötəri. Bu arxada qalır, 80. Deməli, karmaya baxanda, bu dediyim kimi də, bunu mən sizə göstərmişəm də 3D-də. Deməli, 4-1 belə bir kəsik verirsiniz. Bu diametral müstəvidən kəsik verib, bu tərəfdə, arxa tərəfdə olan, deməli, bölməni, konstruktiv elementləri göstərmişik. Burada su keçirən, su keçirmir. Bu qədər. Bunu sizə mən dedim, yadınıza salım. Tərtibat qaydaları bu olmalıdır. Burada qaynağı da versəz, indi adətən biz deməli, bunu tələb eləmirik, amma versəz yaxşıdır. Versəz lap yaxşı. Nömrələrlə verirsiniz burada. Bu deyilsiniz, qarışıqlıq əmələ gəlir burada. Mən bunu 3D eləmişəm, sizə göstərmişəm. Bu formada olmalı. Sağ olun. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə salamat qalın.